Hamının soyuducusunda olan çox az ərzaqla bu ləzzətli ruletdən hazırlaya bilərsiniz. Uşaqdan böyüyə hər kəs bəhbəhlə yeyəcək bu ruleti. Hazırlanması üçün bizə 5 ədəd yumurta, yarım stakan şəkər tozunu bir qaba əlavə edib tam köpüklənənə qədər mikserdən keçiririk. Üzərinə yarım stakan su əlavə edirəm. Onu da mikserdən keçirirəm. Üzərinə yarım stakan un, bir paçka qabartma tozu, bir paçka vanil də əlavə edib yaxşı mikserdən keçirdikdən sonra yağlı kağızın üzərinə əlavə edirəm. Sobada 200 dərəcədə 15-20 dəqiqə arası bişirirəm və bişdikdən sonra isti-isti yağlı kağızdan ayırmaq lazımdır. Videoda göründüyü kimi yağlı kağızdan bu şəkildə ayırırsınız və sonra istədiyiniz ərzaqla içərisine doldura bilərsiniz. Mən qatlaşdırılmış südü ilə doldurdum. Bu şəkildə qatlaşdırılmış südü əlavə edirəm və sonra isti-isti bükürəm. İstəsəniz içərisinə də üzərinə də meyvə əlavə edə bilərsiniz. Meyvələrlə də çox ləzzətli olur və mən bu dəfə 6 ədəd rulet hazırladım və hamısı hazır olduqdan sonra onları bu şəkildə doğradım. Üzərinə də şəkər pudrası əlavə edib servis etdim. İnanılmaz ləzzətli alınır, yumuşaq alınır. Yəni rahatlıqla 4-5 dilim bir nəfər yeyə bilər. Ümumiyyətlə həmişə qeyd edirəm, evdə hazırladığımız bütün şirniyyatlar şirniyyat evlərində aldığımız şirniyyatlardan qat-qat ləzzətlidir. Sizlər də hazırlayıb nuş edin. Hamıya nuş olsun.